Salam müəllimlər. MIG 2026-nın növbəti hissəsinə davam edirik. Bu sual izah olunub məncə. Bunu da izah elədim. Səhv etməsəm bu da izah olunub. Bu da izah olunub. Bunu da deyəsən izah eləmişəm. Bu qalıb. Deməli, burada nəyi soruşur ki? Yəqin bu su ilə doludur da. Baxın, bu suyun həcmi necə hesablanır? Prizmada da S oturacaq, yəni 21 vur 6 vur x. Bəs bunun həcmi necə hesablanacaq? 7 6x plus 4. Yedi, 6 x plus 4. Aydındır. Buradan ixtisar aparsaq 3 6'lar gedir. 3x bərabər x plus 4'ə. X olacaq buradan 2. Yəni doğru cavabımız 2. Bu da izah olunub səhv etməsəm. Burada maraqlı suallar var idi. Bircə dəqiqə. Aha, bu da maraqlı idi. Vaxt aparan sual idi. Baxın, gəlin bunu həll eləyək. Və mən bunu parçalayacağım. Birincisini yazıram. 3 loqaritma 3 əsas kvadratı x plus 1. Bunu parçalayıram. 3 loqaritma 3 əsasdan 2x plus 1 vur loqaritma 3 əsasdan x plus 1. Biri qalıb, baxın, bunu yazıram. Loqaritma 3 əsasdan 2x plus 1 loqaritma 3 əsasdan x plus 1 o qədər böyük misaldır ki, yəni biraz yer də çatmır. Bir dəqiqə. Üç loqaritma 3 əsasdan. Bura x plus 1 olmalıdır. Sonra üstə gəl loqaritma 3 əsasdan 2x plus 1. Baxın, buradan 3'ü mötərizədən xaric 3 loqaritma baxın 3 loqaritma 3 əsasdan x plus 1'i çıxardıram. Bax, qalacaq burada nə? Loqaritma 3 əsasdan x plus 1 bir də bu çıxılsın loqaritma 3 əsasdan 2x plus 1. Bu belə. Bax, bunlardan isə loqaritma 3 əsasdan 2x plus 1'i çıxardıram. Qalacaq loqaritma 3 əsasdan x plus 1 çıxılsın loqaritma 3 əsasdan 2x plus 1. Bunlar sonra ortaqdır. Bunları çıxardıram mötərizədən xaricə. Loqaritma 3 əsasdan x plus 1 loqaritma 3 əsasdan 2x plus 1 qalacaq burada 3 loqaritma 3 əsasdan x plus 1 bir də bu qalıb səhv etməsəm. Bu qalıb, çıxılsın loqaritma 3 əsasdan 2x plus 1 bərabərdir 0-a. Gəl hər bir vurğu 0-a bərabər eləyək. Bunu 0-a bərabər eləsəm, loqaritma 3 əsasdan x plus 1 bərabərdir loqaritma 3 əsasdan 2x plus 1-ə. Buradan əsaslar eynidirsə, loqaritma 6 ifadəni bərabərləşdiririk. Mənfi x bərabər 0-a, x 0-dır. 0 ödəyirmi? Bəli. Səhv eləmişsəm, köklərin hasilini soruşur. Bunu hesablasaq, buradan hesablasaq x-i 0 alasınız. Bir də səhv eləsəm, mənfi 2 alacaqsınız. Təbii ki, mənfi 2 olmaz. Cavab da 0 olacaq. Gəlirik bura. Fx cüt funksiyadır. Jx tək funksiyadır. 0-dan 5 fx 12-dirsə, gəlin bunları ayrı-ayrı inteqrallarda yazaq.
mənfi 5-dən 5-ə 2fx dx üstə gəl mənfi 5-dən 5-ə 3gx üstə gəl mənfi 5-dən 5-ə 4dx. Baxın, bu cüt funksiyadır. Cüt funksiyanın xassəsində nədir ki, simmetrik sərhədlər olanda bunu mən belə yaza bilərəm. Elə bil 2 dənə 0-dan 5-ə 2fx dx yazıram. Baxın, sərhədlər əks işarəlidirsə, deməli bunun inteqralı neçə verəcək? 0 verəcək. Bəs üstə gələk, mənfi 5-dən 5-ə 4 dx. Bunu hesablayacağım. Bunu 2-ni də atıram qabağa. Olur. Buradan yazım ki 4 0-dan 5-ə fx dx. Bunun inteqralını hesablasam 4x mənfi 5-dən 5-ə. Bunu ayrıca hesablayıram. Neçə eləyir? 20 çıxılsın mənfi 20, yəni 40 eləyir. Deyəsən 40 elədi, yoxsa yox? 40 eləyir. Bircə dəqiqə deyəsən, səhv eləmədim ki. Beş çıxılsın mənfi 20, 20 çıxılsın mənfi 20, 40 eləyir. Aha, bir daha indi burada var. Baxın, 0-dan 5-ə fx dx-in inteqralının qiyməti var. Neçədir? 12. Deməli 4 vur 12 çıx 40. Yəni doğru cavabımız 8 olacaq. Çıxma yox. Üzr istəyirəm, üstə gəlmə. 40, 88. Yəni doğru cavab 88. Bunu da eləmişəm. Bu da olunub. Bircə dəqiqə. Hə, bu olunmayıb. Deməli, bura BC tərəfi yazıram. Bura A tərəfi yazıram. Bunu belə yazım ki. Deməli, bura 2M-dir. Bu da M-dir. Sonra SY mediandır. Bura bir dənə median çəkim. Bu Y medianıdır. Bunlar bərabər. Məsələn, bura A-dırsa, bu da A-dır. Aha. Bizdən soruşur SY medianı AD parçasına. Bu da D parçasıdır. Baxın, gəlin burada belə bir şey eləyək. Məsələn, bunu birləşdirə bilərəm də mən. Məsələn, bura sahələri median eyni nisbətdə bölür də. Tərəflər eyni nisbətdə olduğuna görə. Məsələn, mən bura bir A desəm, bu da A'dır. Düzdür? Bura, məsələn, bura bir B desəm, bu da B'dir. Çünki bu hissə də bir-birinin, 2-nin üzr istəyirəm. Bura 2B desəm, bura B olacaq. İndi gələk bura. Baxın. Sonra bu da median. 2-nin 1-ə. Sonra nə etmək olar burada? Aha. Məsələn, indi böyük üçbucağa baxıram da. Böyük üçbucaqda bura neçədir? 2A üstə gəl 2B. 2A üstə gəl 2B 2B 2M-dirsə bir dənə M olacaq. A üstə gəl B. Deməli, bura B'si varsa, bu isə A olacaq. İndi baxaq. Bizə bu SY parçasını A-dir. Hə, bunun buna nisbətini soruşur. İndi bunun buna nisbətini necə tapacağıq? Baxın, biz A-larla ifadə eləməliyik, ya B-lərlə ifadə eləməliyik. Aha. İndi görürük, nə edirəm? Baxın, burada bu A hissəyə A2A düşüb axı. Balaca A-ya 2 dənə böyük A düşüb.
bu balaca aya da 2 dənə böyük A düşməlidir. Yəni balaca aya da deməli 3B üstəgəl A. Deməli biz bunları bərabərləşdirə bilərik. 2A bərabərdir 3B üstəgəl A-ya. Buradan A 2 dənə A 3 dənə B deməkdir. Yəni mən bu A-nı silib 3 dənə B yaza bilərəm. İndi bax ki, bunun hansı nisbətdə böldü? 3-ün 1-ə nisbətində. Yəni doğru cavabımız 3-ün 1-ə nisbətində. Bu da izah olunub, bu da izah olunub. Bu da desən izah olunub. Aha. İndi gəlirik bura. X kvadratı minus 3x plus 4. Bu belə deyildi. Bu deyəsən burada 4 idi. Burada 3 idi. Çünki qrafikdə bilirəm də, yəni 1-dən 3 idi. İndi bax, bu 2 qoyanda 2 bunun simmetriya oxunun tənliyi idi. Deməli, buraya 2 qoyanda bu 1 eləyir. Bax, bu təpə nöqtəsi 1 olur. Deyir, 4, A-nın isə 4 sayda kökü var. Sanki bu A çıx 2, 2,5 bir düz xəttdir. X oxuna paralel düz xəttdir. Mən bir dənə buradan düz xətt keçirdirəm. Baxın, diqqətlə qulaq asın. 4 dənə bir dəqiqə. Baxın, nə zaman 4 dənə həlli olar? Bax, burada 1-ə bərabər onda 3 dənə həlli var. 1-dən aşağı düşdükcə 4 dənə, 4 dənə, 4 dənə və nəhayət 0 düz xəttində 2 dənə. Deməli, bu A minus 2,5 neçə iləndir? 0 ilə 1-in arasında. Buradan da 2,5 A kiçikdir 3,5-dən. Neçə tam həlli var? Bir dənə də o da 3-dür. Bunu da izah eləmişəm. Bu da izah olunub. Bu da desən izah olunub. Yadımdan çıxıb bəziləri. Hansını izah elədiklərim. Bu izah olunub, yoxsa yox? Desən izah olunub. Baxaram. Bu da 200'lü, bu da izah olunub. Aha, bu deyəsən izah olunmayıb. Bu yadıma gəlmir. Ola bilər o birisilərdən də hansısa. Da ki yazıram A 2 üstü M vur 3 üstü M. Tək natural bölənlərin sayı nə deməkdir? Tək natural bölənlərin sayı. Tək budur da 3'dür. Yəni M plus 1 bərabər olmalıdır 5'ə. M də buradan olacaq 4. Onda A bərabərdir 2 üstü M. 3 üstü 4 də olacaq 81. İndi A-nın ən kiçik qiymətini tapmaq istəyirəmsə, mən E-nə minimum neçə verə bilərəm? 1. O da 2 vurusun 81. Bu da edəcək 162. Yəni doğru cavab 162. Ha, bu deyəsən izah olunmayıb. Yadıma gəlmədi. Baxaq, gəlin bunu biraz sadələşdirək. Necə sadələşdirək? Məsələn, bunu kublar kimi, necə kublar kimi? Sən bura bir kvadrat, bura bir kub, bura bir kvadrat, bura bir kub yaza bilərəm. Aydındır. Məsələn, bu A kub üstəgəl B kubu açıram. Elə bil ki, sinus kvadrat alfa üstəgəl kosinus kvadrat alfa kublar kimi açıram. Sonra bunların kvadratı fərqi də təbii ki sinus kvadrat alfa kosinus kvadrat alfa üstəgəl kosinus 4-cü dərəcədən alfa çıxılsın 1. Bu 1, bu da 1 eləyir. Görürsənmi? Bu da 1 eləyir. Bu 1 elədi. Bu heç. İndi baxın. Bunu açanda, indi mən bunu açıram. Bax, indi bunu açmağa çalışacağım. Bu da olacaq. Sanki sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa
nın kvadratı çıx 2 sinus kvadratı alfa kosinus kvadratı alfa deməkdir. Bu 1 eləyir. Və bunun yerində 1 olacaq. Bu da 1 eləyir. Bu 1'lərlə bu gedəcək. Burada mənfi 2 sinus kvadratı alfa. Burada da mənfi sinus kvadratı alfa. Yuxarıda alınacaq mənfi 3 dənə sinus kvadratı alfa kosinus kvadratı alfa. Aşağıdan da sinus kvadratı alfanı çıxartsam, sinus kvadratı alfa çıx 1 qalacaq. Bunlar ixtisar. Bax, bunun yerinə mənfi kosinus kvadratı alfa yaza bilərəm də. Bununla bu gedəcək. Bununla bu gedəcək. Yəni, mənfi cavab 3 qaldı. Əgər hesab səhvi etmədimsə. Sonra... Deməli, buradan AB hasilini soruşur. Baxın, bu 2x-i almaq üçün bir çoxhədlidir də. Biz bunu x kvadratı minus 1-ə bölməliyik. Bu o zaman çoxhədli ola bilər ki, burada x-lı dəyişən olmasın. Onda bunun kökləri plus minus 1-dirsə, biz bunu burada yerinə yazmalıyıq ki, sıfıra bərabər olmalıdır. Bunlar ixtisar geçsin sanki. İndi bir dəfə 1 yazıram. 1 çıx 2 üstə gəl a üstə gəl b bərabər 0. Bir dəfə də mənfi 1 yazıram. Mənfi 1 2 mənfi a üstə gəl b bərabər 0. Gəlin tərəf-tərəfə toplayaq. Görək nə alınır. Bunlar gedər, bunlar gedər, bunlar gedər. 2b bərabər 0 olur. B də buradan artıq neçə 0. B 0 olsa hasil də 0 olacaq. Növbəti sual. Baxın, birinci çevrəni quraq. Çıx 16 yazıram. Üstə gəl y plus 3-ün kvadratı çıx 9 plus 21 bərabər 0. Buradan x minus 4 üstə gəl y plus 3. Bu da neçə eləyir? 25 4 eləyəcək. Yəni radiusu 2. Baxın, bu çevrə, bu da sanki düz xət. Bu düz xətdən bura kimi məsafəni tapırsınız. Nöqtəymiş, üzr istəyirəm. Nöqtə tutaq ki, A nöqtəsidir. Buradan mərkəzə qədər, bu da tutaq ki, olsun B nöqtəsi. Mərkəzlə bu nöqtəni tapırsınız. Ən qısa məsafə dediyinə görə bu ümumi məsafədən radiusu çıxacaq. Yəni, iki nöqtə arasında məsafəni tapaq. Yəni, mənfi 1, 9. Bir də mərkəzləri nöqtə 4, mənfi 3. AB məsafəsi olacaq kök altında. 4-dən mənfi 1 çıxanda 5-in kvadratı. Üstə gəl 12-nin kvadratı. Bu da eləyəcək 13. Bax, buradan bura məsafə 13-dür. Bunu çıxıram da radiusu. Elə cavab neçə qalacaq? 11 qalacaq. Burada təyin oblastını soruşurdu. Təyin oblastı. Baxın, biz bilirik ki, x plus 1 ola bilməz 0. Yəni, bu x mənfi 1. Deyəsən, təyin oblastına daxil olan tam ədədlərin cəmini soruşurdu, hasilini soruşurdu. Bir də bu da mənfi 2x plus 4 də böyük olmalıdır 0-dan, x kiçik olmalıdır 2-dən.
Bir de 3 plus x böyük bərabər olmalıdır 0-dan. X böyük olmalıdır mənfi 3-dən. Deməli 2-dən kiçiklər, mənfi 3-dən böyüklər, amma mənfi 1 ola bilmir. Yəni mənfi 3-dən mənfi 1-ə birləşmə mənfi 1-dən 2-yə. Yəni təyin oblastı budur. Sonra burada nədir? Deməli alfa betanı soruşur bizdən. Məsələn bunu uzatmaq daha gözəldir. Bircə dəqiqə. Bunu da uzadaq. Bura alfadırsa bu da alfadır. Bax. Burada mən bir üçbucaq yaradacağım. Buradakı bir dənə üçbucaq yaradacağım. Necədir? Biz də bilirik hələ alfa ilə betanın cəmi 180-dir. Buradan görünür. Bura alfa, bura deməli. Bura alfadırsa bu da alfadır. Onda. Bura 78 plus alfadır. Bax, bura alfadırsa bu çarpaz bucaqlığa görə bu da alfadır. Onda bu da xarici bucaqda 78 plus alfadır. Buradakı 3 bucağa baxın. 3 dənə alfa üstə gəl 78 bərabərdir 180-ə. 3 alfa bərabərdir 102-yə. Alfa bərabərdir 34-ə. Alfa 34 isə B də 146-dır. Yəni doğru cavab 146. Yaxşı, dinlədiyiniz üçün minnətdaram, təşəkkürlər.